Son 8 ildə Vəkillər Kollegiyasında 16 yazılı ixtisas imtahanı keçirilib. 6000-dən artıq namizəddən 1975-i vəkilliyə qəbul olunub. Hazırda 2706 vəkil aktiv fəaliyyət göstərir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bugün keçirilən konfransda bildirib. Onun sözlərinə görə son 3 ildə quruma 15.000-dən çox müraciət daxil olub, 2 yeni şöbə yaradılıb. Həmçinin 2025-ci ildə qanuna edilən dəyişikliklər nəticəsində nizamnamə və əsasnamələr yenilənib. Maliyyə hesabatı və büdcə təsdiqlənib, icbari tədrisin minimal saatları müəyyən edilib. Sözügedən dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına, vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Ən mühüm əlavələrdən biri, vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyəti kimi qanunvericilik çərçivəsində bir daha tanınmasıdır. Qeyd edim ki, 2025-ci ildə 34.073 qərar üzrə 5.999.874 manat məbləğ vəkillərə ödənilmişdir. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə ilk dəfə olaraq 9 milyon manat vəsait ayrılmışdır.